Rəssam olmurlar, rəssam doğulurlar. Bu fikir gənc rəssam Samir Ramazanovun 36 rəsm əsərindən ibarət sərgisində səsləndi. Sərgini Asər Azərbaycan Təşkilatının ofisində Ekologiya və Psixologiya üzrə Reabilitasiya Mərkəzinin sədri İsmail Abbas və Uşaq Yaradıcılıq Mərkəzinin rəsm müəlliməsi Zərinə Ağayeva təşkil etmişdilər. Bu sərgilər zəruridir. Ümumiyyətcə, Gəncədə mədəniyyətə çox fikir vermək lazımdır. Bizim respublikada və ələfsus da Gəncədə çoxlu mədəni talantlı uşaqlarımız var və onların bu talantını inkişaf elətdirmək üçün belə sərgilər zəruridir. 16 yaşlı Samirin əsərləri müxtəlif mövzuları əhatə edirdi. Nizaminin xəmsəsi və vətənpərvərlik mövzusunda rəsm sərgi iştirakçıları tərəfindən daha çox bəyənildi. Bugün sərgi çox xoşuma gəldi və çox sevindirici haldır ki, belə sərgilər keçirirlər, bizim gənclərə demək diqqət yetirirlər və istərdim ki, belə sərgilər tez-tez olsun. Şadam ki, Gəncədə belə bu cür sərgilər olur və biz gəlib dünya görüşümüzü biraz da çoxaldırıq. Qeyd edək ki, Respublikada 3 uşaq rəssamlıq məktəbi fəaliyyət göstərir. Onlardan biri də Gəncədədir. Ondan əlavə Pedaqoji Universitetdə Rəssamlıq Fakültəsi və Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Ancaq buna baxmayaraq rəssamlara narahat edən məsələ var. Təşkilatlar olan, yəni məktəblər olan bir şəhərdə qaleriyanın olmaması həm Gəncə rəssamlarının, həm gənc istedadların ən böyük problemi sayılmaq olardı. Gənc rəssamlar öz əsərlərini nümayiş etdirməkdən məhrumdular. Belə sərgiləri isə onları ruhlandırır və yaradıcılıq işlərinin davamı üçün ilham verir. İlqar Ağayev, Vaqif İbrahim Xəlil, Xəbər Plus.